Uşaqlar, deməli, bu testimizdə əvəzlik bölməsinin qarışıq əvəzlikləri izah eləyəcəm. Deməli, birinci testimizdə baxırıq ki, burada bizdən nə istəyir? Təbii ki, variantlara baxırıq və variantlardan da görürük ki, deməli, bizdə birinci boşluq və iki boşluğumuz var. Gəlin belə olsun, bilirik ki, cümlənin sonuncu sözü, yəni by sözünü ilə bitib və bilirik ki, söz önündən sonra şəxs əvəzliyinin obyekt forması gəlməlidir. Biz bu nəzərdən variantlardan nələrsə çıxa bilərik. Son tərəfi, deməli, söz önü varsa, biz orada yalnız şəxs əvəzliyinin obyekt halını işlədə bilərik. Ona görə də, məsələn, A variantında we heç vaxt söz önündən sonra işlənə bilməz. Şəxs əvəzliyinin adlıq halı yalnız xəbərin önündə işlənməlidir. Burada they söz önündən sonra işlənə bilməz. Xəbərin önündə işlənməlidir. Our bizim deməkdir. Özündən sonra mütləqdir ki, isim tələb edir. Və deməli, B və D variantı arasında qaldıq. Və birinci boşluğa baxırıq ki, boşluqdan sonra questions gəlib, cəm isim gəlibdir. Təyin əvəzlik qaydasından da another bilirdik ki, an və az sözünün birləşməsindəndir. Özündən sonra sayılan tək isim istəyir. Və another'dən sonra təbii ki, cəm isim gələ bilməz. Ona görə də doğru variant olacaq B variantı. Məsələn, N-A-da, N bilirik ki, inkar cümləsində işlənilir, heç deməkdir. Amma N-nin təsdiq cümlədə istənilən mənasında işlənə bilər. Doğru variant olacaq burada B variantı. İkinci testdə uşaqlar, deməli, bizdən nə istəyir? Yenə əvəzlikdən, another və yaxud da ki, inkar əvəzliklərini bilmək lazımdır. Baxırıq ki, iki boşluğumuz var. Və beside başqa özündən sonra deməli söz önüdür. Mütləqdir ki, şəxs əvəzliyinin obyekt formasını istəyəcək. Deməli, he burada işlənə bilməz. Şəxs əvəzliyinin adlıq olan formalarını çıxardırıq. Yerdə qalan formada, məsələn, rival, deməli, rəqib, tək isimdir. Another özündən sonra işlədə bilərik, amma E variantını şeyə görə çıxartdıq. Burada D variantı da çıxdı. B və C variantı arasında qalanda uşaqlar, deməli, rival tək isim olduğuna görə dedik ki, other özündən sonra cəm isim istəyir. Ona görə də biz burada B variantını işlədə bilmərik. C variantı işlənəcək. They had no rival beside her. Deməli, onların ondan başqa rəqibi yox idi. Doğru variant olacaq burada C variantı. Üçüncü sualda uşaqlar, deməli, so, do, I, neither, do, I qaydasını da bilmək lazımdır. Deməli, burada neither did my classmate, həm nə də mənim sinif yoldaşlarım ifadəsi varsa, deməli, bizim cümləmiz inkarda olubdur. Əgər so ilə olsaydı, deməli, təsdiq olardı. Neither olduğuna görə biz mütləqdir ki, cümləmizdə inkar axtarırıq. A variantında inkar yoxdur, C variantında inkar yoxdur. Gəlin belə baxaq, iki boşluq varsa, biz deməli B variantını götürsək, əgər no one götürsək, biz o bir cümlə ikinci inkar işlədə bilmərik. Yəni, bir cümlədə iki inkar qəti işlənə bilməz. Ona görə B variantı da yanlışdır. D variantında isə, uşaqlar, əgər biz cümləmizdə nobody inkar işlədiriksə, artıq some işlədə bilmərik. Bilirik ki, inkar olan cümlədə N və N-in törəmələri işlənir. Ona görə də burada D variantını işlədə bilmərik və əlimizdə E variantı. I had no difficulty solving the last question and neither did my classmates. E variantı doğru variant olacaq. Dördüncü testdə uşaqlar, təbii ki, yəli əvəzliyi, işarə əvəzliyi var. Üç boşluğumuz var. Ümumiyyətlə, boşluqlardan sonra isimlərə diqqətlə fikir verək. Birinci tərəf hər birini işlədə bilərik. Şəxs əvəzliyi gəlib, adlıq halı gəlib, fərq yoxdur. İndi ikinciyə baxırıq. Burada deməli words, cəm isimdirsə, uşaqlar, biz ikinci boşluqda işarə əvəzliyinin cəm formasını saxlamalıyıq. That, this, bunlar təkdir. Özündən sonra tək isim istəyir. Deməli, A, C və E variantı arasında qalırıq. Bu dəfə artıq üçüncü boşluqdakı hint sözünə baxırıq. İşarə və təbii ki, isim gəlibdirsə, bilirik ki, mine özündən sonra isim istəmir, ours özündən sonra isim istəmir və beləliklə C variantı doğru olacaq burada. Beşinci sualda, deməli, təyin əvəzlikləri bilməliyik. Burada baxırıq, nöqtədən sonra of varsa, bilirik ki, təyin əvəzliklərdən every özündən sonra of istəmir. Yerdə qalanlar ofla işlənə bilir. Uşaqlar, bu halda mütləqdir ki, əsas nəyə baxmalıyıq? Xəbərə baxmalıyıq.
has ifadəsi varsa, deməli bizim xəbərimiz təkdədir. Xəbəri təkdə olan each, every, either, one bunlar idi. All, some xəbəri cəm istəyir. Ona görə də biz burada A və E variantı arasında qalırıq. Və ikinci boşluqdakı nöqtənin yanındakı ismə baxanda men burada cəmdədir. Və bilirik ki, işarə əvəzliklərindən those burada menlə işlənəcək. Yəni this-dən sonra biz təbii ki, cəm isim işlədə bilmərik. Doğru variant olacaq E variantı. 6-cı sualda yenə baxırıq. Boşluqdan sonra of sözünü var və bilirik ki, every özündən sonra of istəmir. Və cümləmizin tərkibində uşaqlar ikinci boşluğa qədər not var, inkar var və bir cümlədə iki inkar işlənə bilməz. Bu nəzərdən də deməli C variantında nothing ifadəsini çıxardırıq və bir cümlədə not inkar varsa və biz o cümlədə some və some'ın törəmələrini işlədə bilmərik. A variantı doğru olur. All of them, not to forget anything. Yəni cümləmizdə not olduğuna görə ikinci nöqtədə artıq any və any-nin törəmələrini işlətməliyik və all da of-la işlənir. Doğru variant olacaq burada A variantı. 7-ci sualda uşaqlar baxırıq, boşluqdan sonra else ifadəsi gəlir. Bilirik ki, else deməli nə ilə işlənir? Ya törəmələrlə, ya da sual əvəzlikləri ilə. Deməli, nöqtədən sonra else varsa, biz burada B və D variantını çıxardarıq. Çünki bunlardan sonra else gəlmir. Else törəmələri saxlayırıq birinci tərəfdə. Və ikinci boşluğa baxırıq ki, bizdə t-shirt, yəni isim verilibdir. Təbii ki, əlimizdəki variantlardan he-dən sonra heç vaxt isim gəlməz. Himdən sonra da isim gəlməz. Çünki bunlar şəxs əvəzliklərinin adlıq və obyekt formalarıdır. Bizə yəli əvəzliyi lazımdır. Deməli, birinci tərəfdə I saw nothing else beside his t-shirt in the hall. Bu variant cümləmizdə uyğun gəlir. 8-ci testdə uşaqlar təbii ki, işarə əvəzliyidir, some formalardır, A-də, ən-azə formalarında bunları da bilmək lazımdır. Gəlin, deməli, 3 bizdə boşluq var. Birinci boşluqda isimimiz boys cəmdədir və işarə əvəzliyi bilirik ki, cəm formasını saxlayırıq birinci tərəfə əlimizdə. İkinci boşluqda isə burada all işlənibdir. Some'dır, all'dur, yenə bunlar of-la işlənə bilir. Təbii ki, saxlayırıq əlimizdə. İndi digər üçüncü formaya baxırıq uşaqlar. Burada təbii ki, E variantında biz burada A-zə özündən sonra isim istəyir. Bunu çıxardırıq. A-dəs bundan sonra isim gəlməz və C variantında da A-zəsdən sonra isim gəlmir əslində. İndi biz burada necə bilək ki, məsələn, C-dir və yaxud da D-dir. Birinci cümləyə baxırıq. Deməli, əgər bizim cümləmizdə deyir ki, how long ago did those boys move over there? Deməli, o oğlanlar bizə artıq müəyyən qədər say verilib. Yəni, dəqiq say göstərilməsə də artıq müəyyəndir ki, məlumdur ki, hansı oğlanlardan gedir. Yəni, bir qrup müəyyən olmuş oğlanlardan gedir və biz ona görə, müəyyən olunduğuna görə o oğlanlar, biz burada mütləqdir ki, D artiklından istifadə olunacaq. Məsələn, deyir, onlardan bəziləri 2 il əvvəl köçüblər. Deyir, amma yerdə qalan məlum digərlərindən deyir, məlumatım yoxdur. Ona görə də biz burada C variantını götürürük, yəni A-zəs işlətmirik. Yenə deyirik, əgər bizdə məlum, müəyyən qədər, hansısa müəyyən, bilinən bir qrupdan, bir oğlan və yaxud da qız kimdənsə söhbət gedirsə, burada say da verə bilər, say göstərməyə də bilər təbii ki. Artıq bizə orada məlum olur həmin şəxslər və onu biz Z artiklı ilə istifadə edirik. Gəlin 9-cu suala baxaq. Deməli 9-cu sualda birinci baxırıq ki, uşaqlar, bizdə də yenə 3 boşluq var təbii ki. Birinci, how are going to help? Deməli sual cümləsidir. Burada are bizim xəbərimizdir. Mübtədanın əvvəlinə keçib. Deməli bizdə mübtəda işlətməliyik burada. Və bilirik ki, them xəbərin önünə keçə bilmir. Yəni cümlənin mübtədası ola bilmir. Ona görə də obyekt formasında olan variantları çıxardırıq biz buradan. B, D və E variantını saxlayırıq. İkinci tərəfimizə baxanda bizdə burada xəbər helpdir. Helpdən sonra təbii ki, biz obyekt formasını işlətməliyik şəxs əvəzliyinin. Burada our özündən sonra isim istəyir, yəni E variantını da çıxardırıq. B və D variantı arasında qalanda uşaqlar qayıdış əvəzliyidir. Ourselves və themselves arasında qalırıq. Üçüncü cümləmizdə, yəni üçüncü boşluqda görürük ki, bizim mübtədamız Z idi. Əgər mübtəda Z idisə,
Təbii ki, bunun qayıdış əvəzliyi də themselves olacaq. Beləliklə D variantı burada da doğru olur. 10-cu testdə isə 2 boşluq var və baxırıq birinci tərəfimizə uşaqlar. Deməli, AD ifadəsi gəlib. Bilirik ki, AD özündən sonra cəm isim istəyir, amma istisna hallar var. Təbii ki, AD-nin əvvəlində what'dur, no'dur. Bu kimi əgər sözlər işlənilirsə, biz o zaman AD-dən sonra tək isim işlədə bilərik. Və birinci ifadəmizdə təbii ki, xəbərə də baxırıq burada. Xəbərimiz was'dursa uşaqlar, some, yəni bu ifadələri işlədə bilmərik. Xəbər ən azından cəmdə olmalıdır. Some other persons olmalıydı, məsələn. Deməli, A, D və E variantı arasında qalanda uşaqlar. İkinci boşluğumuz to see xəbərdən sonradır. Bilirik ki, şəxs əvəzliyinin adlı xalı heç bir xəbərdən sonra işlənə bilməz. Və beləliklə D variantı olur. No other person was lucky enough to see. Yenə AZ-nin əvvəlində no işlənirsə, fərqi yoxdur. Artıq AZ-dən sonra istəyir tək isim, istəyir cəm isim, hətta sayılmayan isim gələ bilər. Yəni, bu istisna hallarıdır. Ona görə burada 10-cu testdə deməli D variantı doğru olacaq burada. 11-ci testdə baxaq uşaqlar. Deməli, bu testdə nəyə fikir veririk? Baxırıq ki, cümlənin sonunda yet var. Bilirik ki, yet olan cümlə ya sualda ya da inkarda olmalıdır. Və cümləmizdə başqa digər bir inkar olmadığına görə biz mütləqdir ki, inkar olan variantları saxlayacağıq əlimizdə. C variantı da həm də bilirik ki, every ilə of işlənmir. Gəlin, indi digər suallardan da, daha doğrusu sözlərdən də biləcəyik. Bax, məsələn, ikinci deməli, boşluqdan sonra address isim gəlib və bilirik ki, it özündən sonra şəxs əvəzliyidir. Qətiyyən isim istəmir. Burada B variantı doğrudur. No packet has been delivered to its address, yes. Deməli, address isim gəldiyinə görə, təbii ki, biz burada E variantında deməli, iç yetinə işlənə bilmir. Bizə inkar lazım idi. D variantında it apostrof S. Bunlar özündən sonra isim istəmir. It apostrof S cümlənin mübtədası və xəbəridir. Deməli, C variantı every özündən sonra of işlənmir. Yanlışdır. Və əsas bizdə, cümləmizdə əsas göstərici yet olan cümlə. Deməli, biz burada mütləqdir ki, inkar işlətməliyik. Ona görə doğru variant olacaq. Burada B variantı. 12-ci sualda uşaqlar. Deməli, əsas biz nələrə fikir veririk? Görürük, birinci tərəfdə couldn't var. Yəni, bir cümlədə inkar varsa, ikinci inkar işlənə bilmir. Ona görə də birinci tərəfi no-van olan və some-van olan variantları çıxardırıq. A və E variantı arasında qalırıq. Artıq burada ikinci tərəfə biz baxırıq. Bank gəlibdir. Uşaqlar, burada bank of the river, çayın deyir sahili. Təbii ki, çayın iki sahili ola bilər. Deməli, burada əgər bizə çaydan danışılırsa, hətta küçənin ola bilər. Məsələn, çay belə bir cümlələrdə biz bilirik ki, bunun iki tərəfi olacaq. Yəni, bizə bir tərəfini deyirsə, digər, məsələn, o biri tərəfindən danışılır burada. Ona görə də uşaqlar, burada deməli A variantı bizə daha doğrudur. Çünki çayın sahilindən danışdığına görə artıq iki hissədən iki tərəf olduğuna görə məlumdur bizə. Biz burada, yəni təbii ki, A-ı götürə bilmərik burada. Doğru variant olacaq A variantı. 13-cü sualda baxırıq ki, boşluqdan sonra of sözünü gəlib və bilirik ki, every özündən sonra ofla işlənmir. Belə cümlələrdə mütləqdir ki, xəbərə baxırıq. Xəbərimiz was təkdədirsə, bilirik ki, was özündən sonra cəm isim, cəm xəbər istəyir. C və E variantı arasında qalanda uşaqlar, ikinci boşluqda isə one gəlib. One burada təbii ki, bir mənasında təbii ismi əvəz eləyir. Yəni, bir tək isimdir. A-ı özündən sonra cəm isim istəyir. Burada, yəni, biz ən azı götürə bilərik. Doğru variant olacaq C variantı.